cəmaatın içindən Həzrət Əlini dəvət edir və bu tarixi sözünü deyir. Çıxış eləyir. Çıxışın sonuna yaxın bunu deyir. Mən kuntu mövla fəhaza aliyyum mövla. Hər kimin mövlası mənəm, Əli də onun mövlasıdır. Buna deyirlər vilayət, mövla, vilayət, bunlar eyni kökdən olan sözlərdir. Hər kimin mövlası mənəm, Əli onun mövlasıdır. İmam dinin icrasının qarantıdır. Bu haqda az danışılır. Qədirxum tarix deyil, gələcəkdir. Qədirxum tarix deyil, Qədirxum gələcəkdir. Qədirxum olmadan, vilayət olmadan, imamət olmadan, icra konsepsiyası kimi, icra mexanizmi kimi, idarəçilik metodu kimi bu olmadan insanlıq yolunu tapmayacaq. Bir şeyi düzəldəcək, başqa şey xarab olacaq. Mümkün deyil.